Əvvəla Allahın rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun. Mənim gözəl Instagram, TikTok və YouTube izləyicilərim. Mən Yusifova Ülviyə, Gədəbəy rayonundanam. Bakı şəhəri Fısan kəndində artıq 4 ildir ki, qızıma görə kirayə qalırıq. Öhdəmdə 2 xəstə evladım var və tək anayam. Qohum-əqraba tərəfindən də heç bir kəsdən köməyim, dəstəyim yoxdur. 2 evladımı tək böyütməyə çalışıram. Özüm şadlıq evlərində 20-18 manata qab yuyuram. Elə yer var 18 manat verir, yəni eləsi də var 20 manat verir. Bilənlər bilir şadlıq evlərində qiymət necədir. Amma tək artıq bacara bilmirəm. Qızım Qurbanova Aytən Şirin qızı 10 yaşı var, 6 dəfə ağır əməliyyatlar keçirdib çanaqlarından. Anadan gəlmə bu çanaq çıxığı displaziyası xəstəsidir, hər iki tərəfli. Axırıncı əməliyyatı keçən il olub, sol çanağına implant qoyulub. 1 il keçdiyinə görə artıq çanağında olan implant onu incitməyə başlayır və təcil əməliyyat olunmalıdır ki, çanağında olan implant çıxarılsın. Əməliyyatımız da olacaq Baku Medical Plaza'nın 28 filialında. Həkimimiz də Vüsal İsmayılovdur, travmatoloq cərrah. Eyni zamanda mənim qızım reabilitasiya alır, əzələ zəifliyi var, hər iki qılçasında əzələ qısalığı var və belində lordoz xəstəliyi var. Yerimə məhdudiyyətlidir. Oğlum da bronxial asma xəstəsidir, 13 yaşı var. Artıq həqiqətən mən tək bacara bilmirəm, nə uşağımın məktəb xərclərini çatdıra bilmirəm, nə qızımın reabilitasiyasını apara bilmirəm, nə əməliyyatını etdirə bilmirəm. Bu evdə kirayədir, Hövsan kəndində kirayə qalırıq. Nə kirayə pulunu çatdırıb vaxtında ödəyə bilmirəm, kommunallardır, uşaqların dərmanlarıdır, yeməkləridir. Həqiqətən tək ana olaraq bacara bilmirəm. Əgər mənim səsimi eşidən varsa, bu videoma qulaq asan varsa, xahiş edirəm səhifəmdə əlaqə nömrəm və kart hesabım qeyd olunub. Gücünüz çatan qədər kömək edin. Ən azından uşağımın bir dərmanına, bir günlük reabilitasiyasına kömək eləsəniz, Allaha and olsun bu gözəl ayda, bu mübarək Qurban bayramında savab qazanmış olarsınız. Çox sağ olun, Allah razı olsun.